Salam değerli izleyiciler. Burada böyle bir sual verir ki Şah Məhəmməd Xudabəndədən fərqli olaraq Şah 1. Abbas Şirvanı Osmanlılardan azad etmiştir. Bəli, mesela 1. Abbas azad edilib, doğrudur. Biri götürə bilərik. Amma Xudabəndənin dövründə də azad olmuşdu. Yadınızdasınız. Yəni bu ona görə də burada nədir? Fərqli cəhət olmadı. Biri götürmürük. Osmanlı dövləti və Kırım xanım qüvvələrini məğlub etmişdir. Burada da yine de ortak cəhət olduğu için diğer variantı da götürmədik. 16-cı əsrin ikinci yarısını Səfəvi dövlətini idarə etmişdir. Ortak cəhətdir. Osmanlı ile sülh müqaviləsi imzalamışdı. Məhəmməd Xudabənd dövründə sülh imzalanmayıb. Ona göre de burada 1590-cı il 1-2 İstanbul müqaviləsi Şah 1. Abbasın dövründə imzalanıb. Doğrudur. Sufyan döyüşündə qələbə qazanan, 2. Sufyan döyüşündə də Şah 1. Abbas qələbə qazanıb. Çünki 1. Sufyan döyüşündə Məhəmməd Xudabəndə məğlubiyyətə uğratmışdı. Burada da 4-dən 5 uyğundur. Digər bir sualda qədim Misir tarixinə aiddir. İlk beynəlxalq müqavilənin imzalanması düzdür. Kadeş müqaviləsi idi. Roma imperiyasının işğalçı güclərinə məruz qalıb düzdür. 30-cu illərdə mixi yazı sistemi olmayıb. İlk dəfə tunc alətlər Şumerlərdə hazırlanıb. Ulduzların xəritəsinin çəkilməsi doğrudur. Deməli burada da 1-2-5 uyğundur. Digər bir sualda Səlimdən fərqli olaraq Şah Süleyman Fransa ilə ittifaq qurmuşdu. Bəli, Süleyman qurmuşdu, doğrudur. Səfəvilər dövləti ilə sülh müqaviləsi imzalanmışdır. Burada da Süleymana aiddir, götürə bilərik. Viyana şəhərini ələ keçirmişdi, heç biri ələ keçirməyib. Səfəvilər dövləti ilə müharibə aparmışdı. Burada Süleyman qanuni fərqli cəhətdir, bunu da götürməliyik. Oxşar cəhətdir bu. Afrikadakı bəzi ərazilərə keçirmişdi. Bu hər ikisində aiddir. Ona görə də ortaq deyil. Avropa dövlətləri ilə müqavilə bağlamışdı. Avropa dövlətləri ilə müqavilə bağlamışdı. Yəni elə bir yalnız Fransa ilə müqavilə bağlayıb, kapitulyasiya imzalayıb. Yəni elə bir müqavilədə yoxdur. Daha doğrusu olub, bəli. Şah Süleyman dövründə Ədirnə müqaviləsini götürmək olar. Deməli burada götürürük 1, 2, 6. Doğru cavabımız 1, 2, 6 olur.